Memarlıq və İnşaat Universiteti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan tarixi, ədalət və qayıdış mövzusunda elmi konfrans keçirildi. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin universitetdəki büstü önünə əklil qoyaraq xatirəsini dərin ehtiramla yad etdilər. Sonra Memarlıq Fakültəsində yaradılan Qərbi Azərbaycan Memarlıq İrsinin Tədqiqi Laboratoriyasının açılış mərasimi oldu. Konfrans iştirakçılarına laboratoriyanın gələcək fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, laboratoriyanın əsas hədəfi Qərbi Azərbaycanın qədim memarlıq nümunələrinin sistemli şəkildə araşdırılması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılmasıdır. Qeyd olundu ki, ölkəmizin memarlıq üzrə 105 illik ali təhsil ənənəsini özündə əks etdirən Azərbaycan Memarlıq və İnşaat Universitetinin elmi potensialı, xüsusilə universitetin memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasında aparılan tədqiqatlar laboratoriyanın işinin yüksək şəkildə təşkil olunmasına şərait yaradacaq, Qərbi Azərbaycanda yerləşən abidələrin tarixi, memarlıq və mədəni kontekstdə daşıdığı xüsusiyyətləri ortaya çıxararaq Ermənistan tərəfinin bu sahədə formalaşdırdığı saxta konsepsiyanı elmi əsaslarla birdəfəlik təqzib edəcək. Konfrans Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, dövlət himninin səsləndirilməsi ilə başladı. Açılış mərasimində Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru əməkdar memar professor Gülçöhrə Məmmədova çıxış edərək bildirdi ki, Qərbi Azərbaycan yalnız coğrafi məkan deyil, bu torpaqlarda doğulmuş, yaşayıb yaratmış minlərlə Azərbaycanlının keçmişi, kimliyi və yaddaşıdır. Qərbi Azərbaycan xalqımızın mədəni irsinin mühüm dayaqlarından biridir. Bu torpaqlarda xalqımızın əsrlərlə formalaşdırdığı zəngin memarlıq nümunələri, məscidlər, türbələr, körpülər, karvansaralar, yaşayış evləri və digər monumental tikililər mövcud olub. Təəssüf ki, Ermənistan hökumətinin məqsədyönlü fəaliyyəti nəticəsində bu abidələrin böyük əksəriyyəti ya dağıdılmış, ya da saxtalaşdırılmışdır. Açılışı baş tutan Qərbi Azərbaycan Memarlıq İrsinin Tədqiqi Laboratoriyasının məhz bu istiqamətdə konkret elmi fəaliyyətlərin icrasına yönələcəyini bildirən rektor, laboratoriyada aparılacaq tədqiqatların həm Qərbi Azərbaycan ərazisində xalqımıza məxsus memarlıq irsinin sənədləşdirilməsi, həm də bu sahədə aparılan saxtalaşdırma cəhdlərinin ifşası baxımından mühüm rol oynayacağını vurğuladı. Konfransda Qərbi Azərbaycan icmasının idarə heyətinin sədri, Milli Məclisin deputatı, doçent Əziz Ələkbərli, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsi sədrinin müavini professor Hikmət Babaoğlu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova plenar məruzələrlə çıxış etdilər. Qərbi Azərbaycanda bildiyiniz kimi bizim çox zəngin mədəni irsimiz var, çoxlu memarlıq abidələrimiz, dini, mülki, hərbi abidələrimiz var və zaman-zaman onların bir hissəsi erməniləşdirib, bir hissəsi isə ermənilər tərəfindən məhv edilibdir. Heç şübhəsiz ki, Memarlıq və İnşaat Universitetində açılan bu laboratoriyada bu istiqamətdə tədqiqatlar davam etdiriləcəkdir və bu universitetdə belə bir laboratoriyanın açılması həm də ona görə əhəmiyyətlidir ki, universitetin rəhbəri, universitetin rektoru, professor, hörmətli Gülçöhrə xanım Məmmədova özü bu sahə üzrə Respublikada ən böyük, ən hazırlıqlı mütəxəssisdir və elə hesab edirəm ki, bu Qərbi Azərbaycandakı mədəni abidələrimizin öyrənilməsində öz rolunu oynayacaqdır. Çıxışlarda vurğulandı ki, Qərbi Azərbaycana qayıdışla bağlı Azərbaycan dövləti tərəfindən strateji addımlar atılır, beynəlxalq ictimaiyyət məlumatlandırılır və Ermənistanın etnik təmizləmə siyasəti ifşa olunur. 2022-ci ildə yenidən təşkil olunan Qərbi Azərbaycan icması bu prosesin hüquqi və mədəni əsaslarının formalaşdırılmasında fəal iştirak edir. İcma deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi, tarixi və mədəni irsin qorunması, həmçinin bu irsin dünya miqyasında tanıdılması istiqamətində mühüm işlər görür. Qeyd olunub ki, Qərbi Azərbaycana qayıdış təkcə tarixi ədalətin bərpası deyil, həm də milli kimliyin qorunması baxımından vacibdir. Əsas məqsədimiz ondan ibarətdir ki,
Azərbaycanın hər bir yerində və dünyada yaşayan hər bir Azərbaycanlıya Qərbi Azərbaycan haqqında əsaslı mənbələrə, arxiv materiallarına əsaslanan faktları, tarixi hadisələri deyək, yadlarına salaq. Çünki biz yaşlı adamlar bugün yaşayırıq, bir gün dünyadan köçməliyik. Ancaq gələcək nəsilə, cavan gənclərə biz çatdırmalıyıq ki, Qərbi Azərbaycan haradadır, Qərbi Azərbaycan kimlərin tarixi vətənidir və biz Qərbi Azərbaycana qayıtmaq üçün hansı addımlar atmalıyıq? Konfrans sual-cavab formatında davam etdi. Daha sonra Qərbi Azərbaycan icması tərəfindən icmanın strateji məqsədlərinin həyata keçirilməsi, Qərbi Azərbaycanlıların təşkilatlanması, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində xidmətlərinə görə Biznesin İqtisadiyyatı və Menecment Kafedrasının müdiri professor Məhəbbət Məmmədov fəxri fərmanla təltif olundu. Konfrans çərçivəsində eyni zamanda Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və Qərbi Azərbaycan icmasının təşəbbüsü ilə keçirilən Qərbi Azərbaycan müzakirəsi MUN simulyasiya konfransında fərqlənən tələbələrə sertifikatlar təqdim olundu. Lamiyə Rövşənqızı, Bəxtiyar Nəsirli, Qərbi Azərbaycan televiziyası.